Salam əziz müəllimlər, MİQ imtahanı verəcək müdavimlər. Hal-hazırda siz MİQ Sınaq 1 2025-in video izahını izləyirsiniz. Başlayaq birinci testimizdən. Testin şərtində hansı seçimlərin uyğun olduğu istənir. Testə baxanda görürük ki, demək biz burada əvəzlik seçməliyik. Cümləmizdə we hardly ever hurt feelings. Baxaq, nöqtələrdən sonra isim gəlibdir və həmçində mübtədaya da fikir verməliyik. Çünki burada we əvəzliyi ilə bir neçə şəxs və yaxud da iki şəxs ifadə oluna bilər. Əgər isim varsa, deməli biz yiyəlik əvəzliyi və yaxud da yiyəlik halında olan əvəzliyi götürürük. Birinci one another bu variantı götürmürük və ZS-də yenə mütləq formadır, uyğun gəlməyəcək. Digər variantlarda isə düz gəlir. We hardly ever hurt iç azad, yəni biz iki nəfər ola bilərik və bir-birimizin hisslərinə, belə deyək ki, incitmirik bir-birimizi, hisslərinə toxunmuruq. İki düzdür. His feelings onun hissləri və one another burada yenə we ikidən artıq şəxs ola bilər, yəni bir-birimizin çox adamdır və one another doğru gəlir. Cavabımız olacaq 2, 3, 5 E variantı. Gəldik ikinci testimizə. Burada bizə doğru sinonimləri istəyir. Adaptable uyğunlaşa bilən, uyğun gələ bilən, adjustable yenə o da uyğunlaşa bilən. Demək, bunlar sinonimdir. Awkward yöndəmsiz deməkdir. Ample isə bol, geniş, çoxlu deməkdir. Uyğun gəlmir. Cunning hiləgər, sly də həmçinin hiləgərdir. Yəni sinonimdilər. 3 düz. Deficiency çatışmazlıq, nəyinsə olmaması, əksik olması. Shortage yenə eyni mənada çatışmamazlıqdır. 4 də düz olur. Shimmer isə parıltı deməkdir. Shiver titrəmək, əsməkdir. Deməli, bunlar sinonim deyil. Bizim cavabımız 1, 3, 4 C variantı. Test 3 phrasal verb testidir. Deməli, baxırıq cümləmizə. While I am studying, I can't any noise or other distractions. Demək, mən oxuyarkən heç bir belə deyək səsə və diqqət yayındırıcı şeylərə dözə bilmirəm. Bu mənanı verməlidir. Baxaq phrasal verblərin mənasına. Turn down kimisə təklifini geri çevirmək, kimisə rədd etmək mənasını verir. Sonra run out of bitmək, tükənmək mənasıdır. Put on geyinmək, nəyisə işə salmaq, yandırmaq mənaları var. Pass out belə deyək, özündən getmək, huşunu itirmək. Put up with isə dözmək, tab gətirmək. Demək, dedi ki, mən dözə bilmirəm. Olacaq bizim cavabımız E variantı. Dördüncü test. Düzgün variantı seçirik. Burada quantifiers və həmçinin belə deyək, həmin o quantifierlərin müqayisə üstünlük dərəcəsində olan formalarıdır. Cümləmizə baxaq. Because she has missed so many of the practice sessions. Deməli, o təcrübə belə deyək, dərslərinin çoxsunu ötürdüyü üçün, yəni iştirak etmədiyi üçün, of all the players, bütün oyunculardan, she has chance of being picked for the team. Demək, komandaya seçilmək üçün çox az, ən az şansı var. Çünki burada biz baxmalıyıq of all the players. Yəni bütün hamısının içərisindən seçir. Deyir ki, ən az şansı olan odur. So few bu müsbət mənalıdır. Yox. Çünki burada artıq deyir axı, yəni ki, gəlməyibdir həmin dərslərə. Yəni artıq şansı yoxdur. So little
dedik biz of ola görə adi dərəcə götürmürük. Much less yenə müqayisə dərəcəsi burada yoxdur. Fewer dedik, chance həmçində sayılmayan olduğu üçün götürmürük. Həm də müsbət mənalıdır. Və bir dənə qalır E variantı. She has the least chance of being. Yəni ən az şansı var, şansı olan bir kimsədir. Cavab E bəndi. 5-ci testimiz cümlələr verilib və tag questionlar, yəni ayrıca suallarla olan cümlələrimizdir. Və biz uyğunlaşdırmalıyıq. Baxaq birinci cümləmiz. Under the present circumstances, we don't have to take the case to the court. Yəni bizə ehtiyac yoxdur ki, bu məsələni məhkəməyə qədər aparaq. Bizim mübtədamız bu idi və don't have to ilə xəbər verilib. Və inkardadırsa biz təsdiq verməliyik. Birə do we ilə cavab yazırıq. Bir də yəni C. 2-də the minister said to his undersecretary, you will, dırnaqda olan cümlədir. You will check that all the details are correct. Yəni you'ya aiddir, will'a aiddir. Yəni burada the minister said bu hissəni qarışdırmırıq. Və onun sualı olaraq verəcəyik want you. Təsdiqdir, olacaq want you. Yəni burada A. Yəni qeyd edək, bir də C idi, 2-də A-dır. 3-də as far as I remember. Baxın, bağlayıcılı olan cümlələrimiz bizim budaq cümlələrimiz sayılır əslində. Və yaxud da deyək ki, əsas cümlə sayılmır. It was in China. Baxın, əsas cümləmiz budur. That they first met and got interested in the dam project. İndi buna uyğun biz verməliyik sual. Demək, 3-də də D olacaq. Çünki they first met. Zeydi mübtədamız və keçmiş sadə zamanda olacaq sualı ilə did they. Yəni D. Sonra 4-də isə qalır bizə B. Until people realize that they have to develop new skills. Bu bizim budaq cümləmiz, yəni bağlayıcılı olan hissədir. There is, əsas cümləmiz. There is no way the economy can improve. Olacaq, there is-ə görə bir sual verəcək. No var, inkardır. Demək olacaq is-yə ilə B. C, A, D, B cavabımız C variantı. Gəldik 6-cı testdə. Find the correct equivalent of the given sentence. Demək, paraphrase testidir. Yəni, ekvivalent, eyni ilə eyni mənanı verən sinonim cümləni tapmalıyıq. Verilmiş cümləmizdə the telephone conversation between the two sisters took approximately 2 hours. Deməli, iki bacı arasında olan telefon söhbəti təxminən deyir ki, 2 saat müddət oldu. Baxaq variantlarımıza. The sisters took the two telephones. Deyir ki, bacılar 2 telefonu götürdülər. Bu uyğun deyil. The sisters talked on the phone for almost 2 hours. Bunu saxlayaq, yəni demək. Yəni az qala demək olar ki, yəni 2 saat danışdılar. Bunu saxlayaq. The telephone was busy for 2 hours before they could talk to each other. Burada deyir ki, onlar danışıncaya qədər, danışa bilənə qədər telefon artıq 2 saat məşğul idi. Yox, elə bir ki, başqa adam danışır telefonda. Bu deyil. D-də a conversation with my sister. With my sister yox, to sisterdir. Will take. Hələ olacaq deyir. Yox. Artıq burada çünki tookdur. Baxın, keçmişdədir. Biz zamana da fikir verməliyik cümlələrdə. It takes approximately 2 hours to have a conversation with my sister. Burada isə mənim bacımla olan yox. 2 bacıdan söhbət gedirdi. Elə bayaq dediyimiz kimi doğru cavab B variantıdır. Gəldik 7-ci testimiz. He was pleased but he didn't have a chance to see
Jack for time after the trial. Deməli, o çox belə deyək, məmnun idi. Amma onun şansı olmadı ki, Jack'i bir müddət, yəni məhkəmədən sonra bir müddət görməyə şansı olmadı. Biz bu da verə bilərik. He was very pleased. Baxaq da, variantlardan baxaq. Sonunu versək gərək pleased-dən sonra isim də gətirək. To əsasən mənfi mənada işlənir, getdi. Həm də üçüncü tərəfə hətta baxın. Many ilə time olmaz axı. Bunu da çıxırıq. Yaxşı. Few ilə də time olmaz D variantı. Onu da çıxdıq. For a lot of time, for some time. Sadəcə burada quite, yəni tamamilə uyğun gəlmədiyi üçün biz very pleased, yəni o çox məmnun idi və didn't have such a chance, yəni elə də bir şansı olmadı ki, bir müddət deyəm, o Jack'i görsün. Cavab C bəndi. 8-ci testimiz düzgün variantlar seçməliyik. Cümləmiz verilibdir və o cümlə hansı mənaya gəldiyi soruşulur. Bu əsasən used to baxın variantlarda var və digər sözlərimiz. Biz əsasən həm qrammatik, həm söz baxımından da müəyyən biliklər lazımdır. He got used to driving on the left in the town. Demək, burada verilir ki, o qəsəbədə, şəhərdə deyək, maşını soldan sürməyə öyrəşmişdi. He hardly drove on the left in the town. Baxın, burada artıq hardly bizə inkarlı və əslində yox, deyil, öyrəşmişdi. Bir çıxdı. He was unused to drive. Yenə unused, yenə öyrəşməmişdi, yox. He got accustomed. Bax, bu öyrəşmişdi. Used to-nun sinonimi kimi işlədilir. 3 düzdür. Driving on the left in the town is no longer new for him. Yəni, onun üçün yeni deyil. Deməli, öyrəşib. Artıq buna müəyyən zaman keçibdir. Onun üçün təzə bir şey deyil. 4 də düz olur. He was made. O isə məcbur edilmişdi. Bu yox. Sadəcə özü sürürdü. 5-i də çıxanda bizə 3 və 4 cavab C bəndi. 9-cu testimiz. Burada o cümləyə uyğun gələn söz tapmalıyıq. Unlike her husband, yoldaşından fərqli olaraq, who is very conceited, kim ki, yəni yoldaşına söhbət gedir ki, çox belə deyək, kinlidir, belə lovğadır, özündən razı. Conceited o mənaya gəlir. She's quiet, o olduqca nədir? Yəni, deməli, bu conceited sözünün əksi olmalıdır. Proud, qürurlu, uyğun gəlmir. Inconsiderate, considerate, anlayışlı, inconsiderate, anlayışsız da belə deyək. O da uyğun gəlmir. Modest, səmimi, mehriban. Hardworking, çalışqanla, gərək burada tənbəl olardı. O da uyğun gəlmir. Yəni, antonimi biz götürəcəyik. Energetik, orada məsələn tənbəl ola bilərdi və yaxud da belə pasiv, bu tərəfdən energetik verə bilərdi. O da düz gəlmədi. Cavab C bəndi modest. She's quite modest. O yəni olduqca yoldaşına fərqli olaraq olduqca səmimidir. Cavab C. 10-cu testimiz. Choose the correct answer to the situation. Deməli, verilmiş situasiyaya uyğun cavab tapmalıyıq. It's your little daughter's first day at school. Demək, sənin balaca bacının məktəbdə ilk günüdür. However, she's very nervous. Nə qədər ki, o çox əsəbidir. About making new friends. Yeni dostlar qazanmaq üçün. Nervous həmçinin burada narahat da gedir. You want to show that you understand her. Yəni göstərmək istəyirsən ki, sən onu başa düşürsən. And also you want her to socialize. Və həmçinin onun sosiallaşmasını istəyirsən. And have fun və əylənsin. So you say to encourage her. Onu cəsarətləndirmək üçün nə deyirsən? Cümlələrdən tapaq. I know it is sometimes difficult to make new friends at school, but
can't you at least try it for me? Yəni, mənim üçün bunu sınamaz mısan? Bu əslində cəsarətləndirmə deyil. Düz mən bilirəm, başa düşürəm, çətindir. Amma mənim üçün bu nədir? Yox, əslində sən istəyirsən ki, o özü başa düşsün. Həm özü sosiallaşsın, özü əylənsin. Anı çıxdıq. While I was a student, mən tələbə olanda, mən şagird olanda, I always had lots of friends and we would enjoy ourselves a lot. I still see some of them. Bu da heç dəxilsizdir. Yəni onlara bu daha sonra söylənəcək cümlə ola bilər. Sadəcə hələ hazırlamalıyıq da ki, sən məsələn deyək ki, D variantındakı I know you feel how you feel. Mən bilirəm ki, sən necə hiss edirsən. But when you have friends around you. Amma sənin ətrafında dostların olanda you can do many enjoyable activities. Baxın, buradakı have fun ilə enjoyable activities uyğun gəlir. Yəni sən çoxlu əyləncəli, xoşuna gələn fəaliyyətlər edə bilərsən. Cavabımız D-dir. C-yə baxaq. Why don't you just relax? Nə üçün rahatlamırsan? If you don't like, əgər xoşlamırsansa, onlarla danışma. Yox, bu tamamilə zidd fikirdir. Never mind, eyb yoxdur. You are such a lovely girl, sən sevimli qızsan, you don't need me. Aha, burada da yenə deyir ki, dosta ehtiyacın yoxdur. Düz gəlməyəcək. Cavab D. 11-ci testimiz. Despite having told the waiter that we were vegetarians. Yəni ofisiant, yəni qulluqçu deyək. Ona deməyimizə baxmayaraq ki, biz vegetarianıq, demək burada zidd bir şey olacaq. Çünki despite var. He continued to recommend us dishes containing meat. O bizə tərkibində ətdən ibarət olan deyək, yeməklər təklif etməyə davam etdim. Bu saxlayaq. We were only offered a rather disgusting green salad. Burada biz yaşıl salat bizə təklif olundu, iyrənc. Yox, bunlar vegetariandır. Niyə xoşlamasınlar ki, yaşıl salatı? Yox, düz deyil. He said that chef could make us something special. Dedi ki, bizə nəysə fərqli, xüsusi bir şey hazırlayacaq aşpaz. Bu uyğun gəlmir, cümlənin mənasına uyğun gəlmir. Çünki baxmayaraq ki, buradan deyil, zidd bir fikir söylənməlidir əslində. C-ni də çıxdı. He told us they had a good selection of meat. Yenə meat free olmaz. Bu əslində, məsələn, biz vegetarian olduğumuzu dedi. Bu əgər despite olmasaydı, biz dedik və o bizimlə razı gəldi və bizə içərisində ət olmayan yeməklər təklif etdi. Bu düz gələrdi əgər despite olmasaydı. Den də çıxar. We wouldn't be tipping him due to the pre-serving. Yəni biz onu bizə yaxşı xidmət etmədiyi üçün. Bəli, tip burada. Deməli, biz ona bəxşiş verməyəcəyik. We wouldn't be. Bu da uyğun gəlmir cümləyə. Yəni, bəxşişdən söhbət və yaxud da bir xidmətdən söhbət getmir. Elə biz burada götürük A variantı. Yəni, biz deməyimizə baxmayaraq ki, biz vegetarianıq, o yenə də davam etdi bizə tərkibində ət olan yeməkləri məsləhət bilməyə. Cavab A bəndi. Baxırıq 12-ci testimizə. Yenə find the equivalent of the given sentence. The view of the city from the top floor of the hotel is absolutely wonderful. Especially, əsasən xüsusilə at night, gecə, when all the lights are on. Bütün işıqlar yananda. The view of the city, especially at night, when it is all lit up, is well worth a visit to the top floor of. Burada ora səfər, yəni ora getməkdən söhbət getdi. Yəni dəyər otelin yuxarı mərtəbəsinə getməyə dəyər. Yox. Burada artıq gedilib, orada necə olduğu təsvir olunur.
həmin mənzərənin. B variantı, you must go up to the top floor. Getməlisən of the hotel, preferably at night, for a magnificent view of the city and its lights. Şəhər və onun işıqları yox. Oradakı işıqlar yananda necə gözəl olur. B-ni də çıxdıq. C. From the top floor of the hotel you get a truly splendid view. Wonderful. Baxın, absolutely, truly sinonimdir. Wonderful, splendid sinonimdir. View of the city, particularly, yəni especially sinonim. At night when it's all lit up. Bunu saxlayırıq. D. Be sure to go to the top floor of the hotel to get a magnificent view of the city and its lights. Yenə burada həm şəhərin işıqlarına baxmaq, həm də deyir ki, əmin ol orada getdiyinə. Doğru deyil. After dark, qaranlıqdan sonra when the lights have come on, you get an unforgettable view of the city from the top floor of the... Burada isə uyğun gəlmir, sifətlər bir-birinə yenə uyğun gəlməlidir, sinonimlər olmalıdır. Yəni, unudulmaz ilə heyran edici bunlar bir-birinə sinonim deyil. Ona görə yeni də götürməyəndə cavab C bəndi. Test 13. Diyalogu tamamlamaq lazımdır. Amy, I got the results of the laboratory test today. Demək, bugün laboratoriya, yəni cavablarını almışam. Linda deyir, I am sure they were good. Yəni, əminəm ki, onlar yaxşıdırlar. Amy nəsə cavab verir və Linda deyir ki, you don't have to. Ehtiyac yoxdur. I can see it in your face. Yəni, mən bunu sənin üzündə görürəm. Baxaq variantlarda. They certainly were. I shall be able to get my thesis finished within a month. Bu tərəfdə əlbəttə ki, onlar yəni yaxşıydı. Təsdiqləyir ki, hə, yaxşıdır cavablar. Amma burada bu uyğun deyil. Tezis haqqında yoxdur dialoqda. Yəni əlavə cümlədir bu artıq. Yeni məlumatdır. Sonra B-yə baxaq. Yes, they were, bəli. Yaxşı idilər. I can't tell you how. Yəni mən relieved I feel. Mən nə qədər özümü necə rahatlamış hiss edə bilirəm. Sənə deyə bilmərəm. Deyə bilmirəm. Yəni bunu ifadə edə bilmirəm. Necə rahatlamışam. Linda deyir ki, you don't have to. Yəni ehtiyac yoxdur. Mən bunu artıq sənin üzündən görə bilirəm ki, sən artıq yəni ürəyin rahatdır. B cavabımız düzdür. Well, most of them were. Ona əksəriyyəti yaxşı çıxıb. One has to. Yox. Burada çünki ümumiyyətlə deyir ki, yaxşıdır. Yəni, heç bir narahatlıq yoxdur. More or less what I expected. Yəni, gözlədiyim kimi olubdur. Just one turned out to be a surprise. Yəni, biri mənim üçün sürpriz oldu. Yox, burada da deyil. They were indeed. Onlar bəli, yaxşıdır. We'll eat out tonight and celebrate. Burada da yenə gedək. Tutaq ki, deyək, gedək qeyd eləyək. Amma Linda'nın verdiyi cavaba uyğun deyil. Əlaqə yoxdur cümlələr arasında. Ona görə götürə bilmirik. Cavab dediyim kimi B variantı. Test 14. Make up a story. Deməli, biz mətn düzəldirik. Hekayə düzəldirik. Ümumi nəzər sağlıq cümlələrimiz. I had to wait for the next winter. Deməli, növbəti qışı gözləməli oldum. They were so nice. Deməli, bunlar nədirsə gözəl olub. New shining. Skate. My mother bought me a pair of skates. Deməli, anası almışdır. But alas, təəssüf ki, qış mülayim keçdi və qar yağmadı. Bunu da qeyd edək. I guessed all my classmates would be envious. Mənim sinif yoldaşlarım paxıllığı tutacaq. Onlar onun həmin o kankiləri görəndə. Demək, anası kanki alıb. 3-dən başlayacaq. 3-də A, C və Y-ni çıxanda B və D variantları qalır. İkinci cümlə They were so nice. Almışdı və onlar çox gözəl idi. Mən istəyirdim ki, dərhal gedim onlardan sürüm onları, kankiləri. Sonra
4-ə baxaq. Amma təəssüf ki, nə oldu? Qar yağmadı. 1-ə baxaq və mən növbəti qışı gözləməli oldum və 5-də isə və sonra deyir ki, mənim sinif yoldaşlarım yəni paxıllığımı çəkəcəklər. Yox, əslində bu lap axırda birinci cümlə olmalı idi. Yəni mən gözləməli oldum. Demək, B-nin də çıxanda D variantı qalır. Yerinə qoyduq. 5-ci cümləni gətirsək, mən xoşum gəldi, istədim onları sürün və düşündüm dostlarım belə deyək də, sinif yoldaşlarım yəni heyran olacaqlar, paxıllıq çəkəcəklər deyək. 4-də amma nə oldu? Qış mülayim oldu, qar yağmadı və mən gözləməli oldum və bəli, düzgün cavabımız D variantı. 15-ci test bağlayıcı testidir. Biz bağlayıcıların hansı cümlələrdə nə məna verdiklərini bilməliyik. Və həmçinin də iki cümlə arasında hansı bağlayıcıların işlənəcəyini, həm də zaman baxımından nələri qoya biləcəyimizi yadımıza salaq və variantlardan baxaq. No sooner than var, both and not only but also, the sooner the more və either or. İndi cümləmizdə she had got on the bus. It hit a lorry. Deməli, she had both got, she both had olur. Əsasən yəni mübtədadan sonra gəlir bu both. Heç yer də uyğun deyil və həmçində cümləyə uyğun gəlmir. Deyir, həm hər ikisi baş vermişdir. Avtobusa minmişdi və nə oldu? Avtobus yük maşınından toqquşdu. B düz gəlmir. Həmçinin burada had də var. Bunu da nəzərdə tutaq. Çünki no sooner than ifadəsi var. Not only but also. Nəinki həmçinin belə olmuşdu, uyğun gəlmir. The sooner the more. Bu əsasən cümlənin əvvəlində gələn bağlayıcı. The sooner she had məsələn belə gəlir. Yeri düzgün deyil həmçinin və burada müəyyən bir hadisənin və ya hərəkətin miqdarı, qədəri verilməlidir. Müqayisə olunmalıdır. Yoxdur müqayisə. Either orada hər ikisi mənasını yenə verəcəkdir. Olmayan ya belə ya elə. Amma bizə A variantı düzgün gəlir. She had no sooner got on the bus. Yəni avtobusa minmişdi ki, nə oldu? Həmin avtobus yük maşını ilə toqquşdu. Cavab A bəndi. Test 16 maraqlı testlərdən biridir. Deməli, qara hərflərlə verilmiş söz hansı nitq hissəsinə aiddir? Yəni homonim sözlər bölməsinə aiddir. Baxaq, before sözüdür. Before we make a decision, bura qədər bir cümləmizdir. Bu deməli və does anyone want to say anything else? Bu da ikinci cümlə. Deməli, before'nun burada funksiyası iki cümləni birləşdirmək. Sadəcə cümlə əvvəldə gəldi və gələ də bilər. Bağlayıcı əvvəldə gələ bilər. Və burada before conjunction'dır. Bir də C-dir. Bir C olan onsuz da C variantındır. Amma yenə də baxaq. He said he had never seen her before. Yəni onu əvvəl heç görməyibdir. Görmək feilinə aiddir və onun zamanını bildirirsə, deməli bu olacaq adverb. Yəni A. 3-də də qaldı bizə preposition. He stood up before a whole room full of people. Yəni önündə, qarşısında dayandı. Bu da olacaq B. Yəni C, A, B cavab C variantı düz. 17-ci testimiz mətn, oxuyub anlama test növlərindən biridir. In which of the options is the summary of the given text? Deməli, hansı variantlarda verilmiş bu mətnin ümumiləşdirici bir mənası var. Summary, yəni onun bir belə deyək, bütün fikri ifadə edən bir cümlə. Həmin o bütün mətnin fikrini ifadə edən
cümlə olmalıdır. Baxaq mətni oxuyaq ümumiyyətlə nə haqqındadır. Jane had a terrible dream that night. Demək, yuxu görübdü. She had dreamed that she was in a haunted house. Demək, tərk edilmiş bir evdədir. The house was large and dark. It had broken stairs and windows. Təsviri gedir evin. As she went through the house, she heard terrible noises. Deməli, dəhşətli səslər eşidib. Və sonra white mist which turned, bir ağ bir belə duman görüb. Into a strange animal, belə qəribə bir heyvana çevrilib qarşısında. She screamed və qışqırdı. Sonra oyandı və gördü ki, elə öz evində təhlükəsiz vəziyyətdədir. Yəni bir qarabasma görüb, pis yuxu görübdü. Bu mənaya gələn bir mətindir. Jane's dream frightened her into screaming all night. Yox, bütün gecəni axı olmadı. Sadəcə yuxuda qışqırıbdı. Her house, the house that Jane was in was old and frightening, but she went to sleep anyway. Jane'in olduğu evi deyir ki, köhnə idi, qorxuluydu. Yox, yuxuda görübdü həm o evi, öz evindən bəhs edilmir. The noises that she heard that night were made by a wild animal. Wild animal yox. Orada dedi ki, dumandan çevrilən bir heyvan olubdu. Burada deyir ki, dumanın içindən çıxıb. Yox, həmin duman çevrilmişdi heyvana. Bu da düz deyil. Jane was very frightened by the nightmare. Nightmare nədir? Qarabasma. She had the other night. Və in which she visited an old abandoned, hansında ki o tərk edilmiş. Abandoned ilə haunted baxın sinonim. Yenə burada da biz sinonimləri üz tutmalıyıq. Bizə çox kömək olurlar, açar sözlər kimi. House and saw a ghost və ruh gördü. Baxın, which turned a strange animal. Dumandan çevrilən, düzəldilən, belə dumandan formalaşan heyvan nə olur? Ruh kimi olur da, duman şəklindədir. Ona görə ghost-da düz gəlir. Cavabımız D-dir. Y-yə baxaq. Yedi Jane was afraid of the dark, so her imagination, qorxurdu qaranlıqdan, yox, yuxu görmüşdü. Imagination played tricks, belə onun fantaziyaları onunla oyun oynadı, onu aldatdı. That night, and she saw she had seen a ghost. Yox, elə bu realda elə bir görüb, yox, yuxu görmüşdü. Düz deyil, cavab D. Testimiz 18. Baxaq, yuxarıda mətn verilib və mətnə aid suala cavab verməliyik. A popular method of treating frozen fingers, demək, donmuş barmaqları müalicə etməyin məşhur metodu barmaq və ayaq barmaqlarına. In very cold, even freezing weather is to slowly warm them. Onları yəni yavaşca isitmək. Or rub them with snow, onları qarla silməkdir. The best treatment, ən yaxşı müalicə, however, is not slow rewarming, but rapid rewarming. Yavaş-yavaş isitmək yox, tez-tez isitməkdir. Ən yaxşısı. Putting the frozen fingers or toes in a warm bath. Deməli, isti bir vannaya qoyulur. Using a hot water bottle are both good ways. Həmçinin bu da yaxşı yoldur. Hot drinks, isti içkilər, to warm the body, bədəni isitmək üçün içilən, yəni həmçinin bunlar da kömək ola bilər. One must be careful, ehtiyatlı olmalıdır. About burning, yəni dərini yandıra bilər. The temperature of any heat applied, yəni o da tətbiq edilən istinin temperaturu 43 Celsius'dən çox olmamalıdır. Baxaq variantlarımıza. Why frozen? The main concern of the passage, yəni bu mətnin əsas fikri nədir? Əsas məğzi, nəyi çatdırmaq istəyir bizə? Why frozen fingers and toes should be slowly rewarmed? Nə üçün? Burada yox. Burada dedi slow rewarming dedi. Həmçinin dedi ki, heç o da baxın slowly rewarm var burada yuxarıda.
Amma dedi ən yaxşısı rapid rewarming həmçinin. Amma niyə budur, niyə odur, o verilməyib bizə, səbəb verilməyibdir. A-nı götürmürük. B-yə baxaq. How to keep adequately warm in the winter. Qışda necə mülayim isti belə qala bilərik. Bu da deyil. Ümumiyyətlə demir ki, yəni donmuş barmaqlardan söhbət gedir. Onları isitməkdən söhbət gedir. How to treat fingers and toes that have been frozen. Aha, deməli donmuş barmaqlara, ayaq barmaqlarına deyək, əl barmaqlarına necə rəftar etmək, necə onları rəftar etmək demək, treat həm rəftar etmək, həm də necə onları sağalda bilərik, necə münasibət göstərir, necə qarşısını ala bilərik mənasıdır. C variantı doğrudur. Baxaq o birlərə. The dangers of freezing weather for the body. Təhlükələrindən söhbət gedir. Yox, yəni donmuş suyun, donmuş havanın, dondurucu havanın daha doğrusu. Why one should have plenty of hot drinks in winter? Nə üçün? Yəni çoxlu isti su içməliyik qışda. Nə üçün? Bu da bizə getmədi. Yoxdur bu fikir. Elə olur, cavabımız C bəndi. Baxaq 19-da yenə həmin mətn haqqındadır. It is pointed out in the passage that, yəni qeyd edilir ki, mətndə the use of hot water bottles to rewarm the body is not advisable. Yox, orada demişdi axı isti su qablarından, butulkalarından istifadə etmək olar. Burada is not deyir. Yox, əslində advisable-dır. Bunu çıxdıq. One should try to rewarm frozen fingers and toes fairly rapidly. Demək, orada var idi rapid warming. Bu düzdür. Yəni çalışmalıdır ki, tez-tez isitsin. Bu düzdür. C-yə bax. In rewarming the body, the higher the temperature, the better the result is. Nə qədər deyir isti olursa, o bədəni isitmək, o su, o qədər də yaxşı nəticə verir. Yox, əslində deyir ki, orada 43 C-dən çox olmamalıdır, diqqətli olmaq lazımdır. Bu da səhv. People should be warned not to go out in freezingly cold weather. Burada ümumiyyətlə deyilmədi ki, insanlara xəbərdarlıq edilməlidir. Yox. One should take a bath as often as possible in winter. Burada nə qədər tezliklə bir insan qışda duş qəbul etməlidir. Bu da yoxdur. Cavab B bəndi. Və 20-ci testdə həmin mətndəndir. The author wants that. Deməli, müəllif xəbərdarlıq edir. Nəyi? The minimum temperature required is 43 Celsius. Minimum temperatur, tələb olunan minimum temperatur 43 Celsiusdir. In rewarming the body, care must be taken not to burn the skin. Aha, ehtiyatlı olmalıyıq. Burada required minimum tələb olunan yox. Burada əslində maksimum olandır, minimum yox. Yəni ən çox 43 olmalı. 43-dən ən az 43 demir. Yəni çoxu 43 olmalıdır. Yəni ondan aşağı 43-dən yuxarı olmaz. Ona görə A-nı götürmürük, amma B düz gəlir. Çünki care must be taken, yəni ehtiyatlı olmaq lazımdır. B düzdür. One should never rub frozen. Burada yox. Orada yazmışdılar birinci cümlələrdə ki, qarla silmək lazımdır. Amma burada should never deyir, yox. Hot drinks must not be taken in. Orada demiş yox, isti içkilər içilməli, amma must not yox, must be taken olmalıydı. D-də çıxdıq. Recovery cannot be as rapid as one would expect. Deyir ki, yəni tez həmin sağalma baş vermir. Yox, əslində tez sağalma olur. Yeni də çıxanda cavab B. 21-ci testimiz situasiyadır. Baxaq nədən söhbət gedir. A newly married couple are thinking of emigrating to Canada and have come to you to see if you think it's a good idea or not. Aha, deməli yeni evlənmiş bir cütlükdür. Gəliblər Kanadaya köçmək istəyirlər və sənə gəliblər ki, soruşduğuna görə yaxşı ideyadır, yoxsa səhv, yoxsa pisdir. You don't want to influence them. Sən onlara təsir etmək istəmirsən, yəni
but you do want them to think about it carefully before decide. Amma istəyirsən ki, onlar daha yəni ehtiyatla belə daha diqqətli düşünsünlər bu haqqda və deyirsən. My advice to you is quite simply forget the pros and cons and just go. Burada deyir ki, gedin də, yəni üstünlüyündə, çatışmazlığında nəzərə almayın, gedin. Yox, əslində deyir ki, diqqətli olsunlar. Amma öz fikrini demək istəmir də ki, birdən təsir edər onlara. If you have children, niyə children olsun? Newly married isə, yəni normalda belə deyək də, hələ uşaqları yoxdur. B çıxaq. If you find you don't like it, there you can always come back. Əgər getsəz, əgər xoşlanmasaz qayıda bilərsiniz və etəcəyiniz bir şey yoxdur. Yox, burada da sadəcə onu cəsarətləndirmiş olur ki, hə, gedin. I imagine the advantages and disadvantages balance each other. Burada istədik ki, üstünlükləri filan bir-birini balanslaşdırır. Yox. Orada yəni artıq məsləhət vermiş kimi olur. A-yə, it is a big step. Yəni böyük bir addımdır. And the decision must be yours. Yəni qərarı özünüz verməlisiniz. Amma nə? But to think it over. Think over bu mənaya gəlir. Think carefully mənasına gəlir. Together bir yerdə düşünün və very carefully before you decide. Yəni qərar verməzdən əvvəl çoxlu düşünün. Cavab E bəndi. Baxaq 22-yə. Choose the correct proverb. Atalar sözünü seçməliyik. Situasiyaya uyğun gələn. You have a young sister. Cavan bir bacım var. From her childhood, uşaqlığından she dreamed of becoming a pianist. Deməli, pianoçu olmaq istəyib. When she was 7 yaşı olanda anası Yomaza olardı. Avamaza. Sent her to the music school. Musiqi məktəbinə göndərib. At first it was difficult for a little girl to spend hours playing the piano and she could not achieve much progress. İlk başlarda ona çətin olub və irəliləyə bilməyib, amma but my sister didn't give up, amma pes etmədi. Time passed, vaxt keçdi və il-ildən nə oldu? O daha çox bacarıqlı oldu və uğur qazandı. Yəni öz arzusunu yerinə yetirdi. Practice makes perfect. Burada nədən söhbət gedir? Çoxlu çalışıb, təcrübə qazanıb və axırda nə olub? Əla bir şey ortaya çıxıb. Cavabımız budur A. As clear as a day bu, yəni gün kimi aydın mənasını verir. Burada elə söhbət getmədi. Everything is good in itself. Hər şey öz fəslində gözəldir. Bu da getmədi. East or west, home is best bu. Bildiyimiz o gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı, yəni bu mənaya gələn situasiya uyğun deyil. There is no place like home, yəni ev kimisi yoxdur. Bu da uyğun gəlmədi. Cavab oldu A bəndi. 23-cü testimiz complete the passage. Mətni tamamlamalıyıq. Baxın, burada bu boşluq hissə var. Burada. Biz onu tamamlamalıyıq. Cümlələrlə bu səhvdir, bu əlimdəydi. Neysə, baxırıq testimizə. Onsuz da qələmlə belə yazıram cavabları. The human body changes in many noticeable ways with age. Deməli, yaşdan asılı olaraq insan bədəni dəyişir. Perhaps the first sign of aging, yəni yaşlanmanın ilk işarəsi nədir? Occurs when the eye cannot focus easily on close objects. Yəni yaxından olan əşyalara artıq gözümüz fokuslana bilmir. Birinci deməli gözdə zəifləmə gedir. Often by age 40 or so, yəni 40 yaşından. Many people find it difficult to read without using. Deməli, eynəksiz oxuya bilmirlər, çətinlik çəkirlər. People tend to lose some ability to hear the highest pitched tones. Burada artıq hear, yəni eşitməyə keçibdir. Therefore, bununla belə, older people, daha yaşlı insanlar may find that violin music no longer sounds as exciting as it did when they were young.
Deməli, skripkanın musiqisini qocaldıqca insanlar daha çox belə həyəcanlandırıcı gəlir. Nəinki onlar gənc yaşda dinləyərkən. Eşitmədən söhbət getdi. Baxaq. Variantlarda hamısında hear sözü var, belə baxırıq. Amma yəni incələməliyik ki, əlaqə olsun. Yəni o boşluqda bizə bir giriş cümləsi olmalı. Çünki o boşluqdan əvvəl görmə haqqındaydı. Sonra indi gəlib eşitməyə, sonra dedi ki, insanlar eşitməni yəni yüksək olan musiqi tonlarında onu eşitməyə artıq itirirlər bu bacarığı. Hearing loss may be caused by mechanical problem. Burada artıq eşitmə itkisinin baş verəcəyi nə səbəbindən olacağıdır. Yox, ümumi mənada ümumiyyətlədir ki, itirir. Burada səbəblərdən söhbət getmir. Some hearing tests can detect disorders in the auditory processing areas of the brain. Bəzi eşitmə testləri. Yaxşı, eşitmə testlərinin haqqında danışır. Sonra dedi ki, insanların eşitməsi itirilir. Yox. C-də neural, yəni əsəblərlə əlaqə, sinirlə əlaqə olan eşitmə. Neural hearing loss may be caused, yenə burada nə səbəbindən baş verə bilər? Yox. Yəni elə bil ki, bu hearing loss növlərindən danışıb, bir də neurallı deyir. Yox. Fiziki eşitməni itirmək də ola bilər, nə bilim sinirlə bağlı, əsəblə bağlı olan. Düz gəlmədi. D. People who can't hear well enough may need hearing aids. Eşidə bilməyən insanlar. Sonra dedi ki, insanlar itirirlər eşitməni. Yox. Hearing also changes. Baxın, məsələ nə idi? Mətnin verdiyi məlumat nə idi? Yaşlanma ilə birgə bizdə nələrin yaşlanmaya işarə edəcək, yaşlanmanı göstərən əlamətlərdən bəhs elədi. Birinci görmədən danışdı, sonra keçdi eşitməyə. Yəni yavaş-yavaş hamısı zəifləyir dedi. Ona görə də Y variantı düz olacaq. Hearing also changes with age. Yəni yaşlanma ilə bağlı bizim yaşımız artdıqca həmçinin bizim eşitməmiz də dəyişir. Cavab E bəndi. 24-cü test. Choose the correct sentence. Düzgün cümlələr seçməliyik. To read all these books in a month. Bu bizim bir dənə mübtədamızdır. Seems impossible. Yəni mümkünsüz, qeyri-mümkün görünür. Agreement testidir, belə baxdıq ki, və təkdə verilib xəbər düz. Coming home late with his friends was. Yenə mübtədamız bura qədər və wasla verilib düz. To write a lot of essays are. Yox. Məstərlə verilib. Burada cümləmizdə həmçinin məstər və participle, yəni fe'li sifət ifadələrdir. Və onlarla ifadə olmuş mübtəda və sonra da xəbərin uzlaşması. Ümumiyyətlə biz bilirik ki, xəbər də təkdə olur belə ifadələrlə. Ona görə A yox, iz olmalı idi bu. Bu səhvdir. Playing on his own with his toys are yox. Yenə burada iz olmalı idi. 3-dən 4-ü çıxırıq. 1 və 2 cavab D bəndi. Gəldik 25-ə. Choose the correct word. Düzgün söz seçməliyik. Snoring, snore xoruldamaq deməkdir. Yəni xoruldama is that thought to be caused by excessive weight. Yəni həddindən artıq olan çəki olanda, yəni düşünülür ki, belə baş verir. Maybe ola bilər nə? By a sensible weight loss and exercise program. Deməli, çəki itkisi ilə və idman proqramı ilə, yəni insan arıqladıqca artıq onun xoruldaması da nə ola bilər? Azaldıla bilər. Released, azad buraxmaq, sərbəst buraxmaq mənası yox. Həm də release həmçində kitab çapı, kitab buraxmaq mənasını verir. Yox. Exceeded artırıla bilər, çoxala bilər, yox. Yəni həddini aşa bilər, yox. Curtail
Baxın, bu azaltmaq mənasını verir. Cavabımız C'dir. Insured, yəni əmin edilə bilər, arxayın salına bilər, arxayın oluna bilər. Bu da uyğun deyil və revived isə canlandırmaq mənasını verir. Bu da düz deyil. Cavab oldu C bəndi. Test 26. Match the types of clauses. Bu da cümlə növlərini uyğunlaşdırmalıyıq. Sunday is the day. The day when. Hansı gündür ki insanlar, yəni bu bazar günü o gündür ki, hansı gündür ki insanlar istirahat edirlər. Bir də bizə baxaq variantlardan attributive clause-dur. Bir Y-dir. Onsuz da digər variantlar çıxacaq. Bir Y olan yoxdur. Dəqiq bir E-dir. Artıq cavabımız uyğundur, amma yenə də baxaq, analiz edək. The weather was windy. Wednesday ilə nə vaxt? Küləkli idi hava onlar gedəndə. Bu olacaq adverbial clause of time, yəni A. 2-də A. 1 Y 2A. She asked us how to get. O bizdən soruşdu nəyi, stansiyaya necə gedəcəyini. Tamamlıq budaq cümləsi. Yəni object clause B. 4-də we found him where he usually worked. Biz onu harda tapdıq? Adverbial clause of place, yəni D. Come if the time is suitable for you. Əgər vaxt sənin üçün uyğundursa gəl. Şərt qoyur. Condition, bu F olacaq. Və 6-da da C qalacaq. Sometimes I can't make her get up on time in the morning as she goes to. Yəni yatmağa gec getdiyi üçün. Burada səbəb var. Adverbial clause of cause, yəni C. E, A, B, D, F, C. Cavab C. Deməli, gəldik 27-ci testə. Baxaq, mətn verilib və mətnə uyğun sual. What would be the best title? Aha. Yəni, ən yaxşı başlıq seçəcəyik mətnimizə. There are several reasons why women have a harder time losing weight than men. Yəni, müxtəlif səbəblər var ki, nə üçün qadınlar daha çətin olur onlara çəki itirmək kişilərə nisbətən than men. And some of them are purely physical. Və onların bir çoxu fiziki mənadadır. A 275-pound person walking at 2 miles per hour burns 6.4 calories. Deməli, 275 kilosu olan, belə deyək ki, insan 2 mil, 2 kilometr gedir saatda və 6,4 kalori, yəni yağ, bunu itirir. Amma 150 ilə olan eyni sürətlə gedən insan 3,5 kalori itirir. Thus, men being generally heavier to begin with, yəni ümumiyyətlə kişilər ağır olur, çəkiləri, can lose weight faster, daha tez. İdman vasitəsilə daha tez çəki itirirlər, nəinki qadınlar. What's more, yəni əlavə nədir? Even if hətta they were the same weight, eyni çəkidə olsalar belə, yenə də kişi daha çox kalori xərcləyir, deyək ki, daha çox kalori itirir qadına nisbətən. The reason is that, yəni səbəb nədir? Man's body has a higher ratio of muscle to fat than a woman's. Bu da zən olmalıydı. Aha, deməli qadına nisbətən daha çox var kişilərdə əzələ.
Sonra it makes and it takes more energy, daha çox enerji tələb edir. To push muscle around that fat. Demək, əzələləri işlətmək daha çox enerji istəyir qadınlarda. So dieting, diyeta saxlamaq, pəhriz saxlamaq, exercising, idman etmək. Man sees results a lot sooner than a woman. Kişilər daha çox tez görürlər nəticəni. Considers his weight reduction program more successful and is more likely to stick with it. Və düşünür ki, həmin o tətbiq etdiyi proqram, yəni arıqlama proqramı yaxşıdır və həmin o proqramla gedir. Men are also more likely to add extra exercise to a weight loss program və həmçinin əlavə idmanlar da daxil edirlər. In fact, most weight conscious men can be found working off those extra pounds in gyms, idman zallarında və üzgüçülüklə. Extra pounds, daha çox çəki, artıq əlavə çəkilər də etirirlər. Üzgüçülük hovuzlarında. Amma bir tərəfdən isə qadınlar are likely to head for a more passive program in a diet and clean or at home. Amma qadınlar isə sadəcə diyet saxlamaqla və ya da evdə məşğul olmaqla. Və kişilər arıqlamaqda qadınlara nisbətən daha tez bacarırlar bunu. Daha tez çəki itirirlər, nəinki qadınlarda olduğu kimi və həmçinin davam edirlər. Əzmli olurlar, məsələ buradadır. Əlavə nələrsə edirlər idmanla məşğul olarkən, üzgüçülük filan. Amma qadınlar sadəcə diyeti saxlayırlar və evdə nəyinəsə məşğul. Yəni qadınlarda ona görə də çəki itirmə daha az olur, daha yavaş gedir bu proses. İndi isə baxaq variantlara. What would be the best title for the passage? Deməli, mətn üçün ən yaxşı başlıq nə ola bilər? Reasons for losing weight. Çəki itirməyin səbəbləri. Səbəb yox. Burada sadəcə qadın və kişi müqayisə olundu. Necə çəki itirə bilərlər? Yox. Losing weight. Çəki itirmə. Bunu saxlayaq. Men and women. Qadınlar və kişilər. Yox. Daha da dəqiqdir axı fikir. Bu ümumi bir başlıqdır. Amma qadın və kişilər nə onlar haqqında nə çəki itirməkləri getdi. C-ni çıxaq. Health and diet, sağlamlıq və diyeta yox. Exercise for faster weight loss. İdman, onda idman haqqında çox danışardı, yox. Sadəcə kişilər idman etdiyindedir. Cavab olur B bəndi. Yəni çəki atma, arıqlama deyək ki, oldu. Bizdə B bəndi cavab. Test 78. Select the appropriate sentences with a gerund. Gerund olan cümlələri seçirik. The motorcyclist was fatally injured in the accident and is now fighting. Yəni indi həyatla mübarizə aparır. Yox. Asking questions. Sual vermək is a whole lot easier than answering them. Asking question. Bu gerund, asking tərəfi gerunddur. Waving their hands, the audience cheered the winner. Əllərini silkələyərək, əl sallayaraq deyək. Burada bizdə participle'dır. 3 götürməyək. I was surprised that Jones yiyəlik halında olan isim və ing. Bu gerundumuzdur. He ruined his sight by watching. Sözünü və ing feil. Bu da gerunddur. Yəni 2, 4, 5 cavab B bəndi. 29. Define the incorrect sentence in the genitive case. Incorrect, yəni səhv cümləni yiyəli halda olan götürməliyik. Do you know the name of that girl in Amsterdam? The girl's name deyərsiniz ki,
apostrof s nəvəyə canlıdır. Amma the name of that girl. Bu da təyin cümləsi olanda hansı qız? Onda the name of-na, yəni uzun birləşmə, oflu birləşməklə veririk. Bu doğrudur. He feels as if he was death's cold hand. Yəni ölümün belə deyək soyuq əlləri. Bu ifadələrdir və apostrof s-lə cansız olmasına baxmayaraq apostrof s-lə verilir. Doğrudur. Yəni bədii ifadələrdir. Daha sonra C-yə baxaq. Do you like chicken soup? Əgər heyvan öldürülürsə və ondan nəsə hazırlanırsa apostrof s olmur. Chicken soup olur. Yəni s apostrof nə apostrof nə də s qoyulmur. Bu səhvdir. Elə bu bizim cavabımızdır əslində. It is a film of Hitchcock's. Bu ikili double genitiv deyil. Yəni of və apostrof s. Bu düzdür. He is the son of the woman. Hansı qadının son of the woman? Bizim Bonda qarşılaşdığımız. Bu da yenə birinci cümlədə kimi oflu birləşməyinə verilə bilir. Cavab oldu C bənd. Gəldik 30-cu testimizə. Demək, biz since bağlayıcısı olan cümlələri tapmalıyıq. His parents have lived abroad since 2010. Deməli, since-dən sonra zaman ifadəsi gəlirsə, burada since bizə adverb-dür. Səhvdir. I have been looking for you since I got up. Baxın, iki cümləni birləşdirirsiniz. Bu bir cümləmiz, bu da bir cümləmiz. Bağlayıcıdır. He has been so sad since his going. Yenə iki cümlə birləşdir. Deməli, bağlayıcıdır. His brother has been here since. Yenə since üstəgəl zaman ifadəsi burada adverb gedir. Alan has been teaching French since he graduated. Yenə iki cümləni birləşdirdi. Demək, burada da bağlayıcıdır. 2, 3 və 5-ci cümlələr cavab E bəndi. Test 31. Düzgün zaman formasını seçirik. The athletes for exactly 3 months. For ifadəsi var. For 3 months. For üstəgəl zaman ifadəsi. By the time the races due to start. Deməli, belə atletlər, idmançılar 3 aydır ki, məşğul olmuş olacaqlar. Yarışlar başlayana kimi, başlayan vaxta kimi. Deməli, gələcək zaman götürməliyik və başlayıblar. Nə vaxtsa artıq hələ də məşq etmiş olacaqlar deyək. Training, biz burada gələcək bitmiş zaman, davam edici gələcək, davam edici bitmiş zamanı verəcək. Bitmiş zaman are to, due to start, will be to start, have been to. Burada zaman uzlaşması düz gəlmir. Gələcəklə bitmiş zaman düz gəlmir. Anı çıxırıq. Are going to train, məşğul olacaqlar, will have been. Burada bitmiş zaman düzgün gəlmir. Zaman uzlaşması. Are training və yenə uyğun gəlmir. Zamanımız have trained, have been due to start. Yenə keçmişlə indiki bitmiş, keçmiş bitmiş, düz gəlmir. Will have been training və indiki ilə indiki zaman ilə bizim gələcək bitmiş davam edici zamanımız düz gəlir. Dediyim kimi tərcümədə də uyğun oldu. Cavab B. 32-ci testimiz düzgün sözü seçəcəyik. In some areas, what has to be boiled to eat. Deməli, bəzi ərazilərdə su qaynadılmalıdır. Nə üçün? Purify təmizləməkdir. Eliminate azaltmaqdır. Demolish dağıtmaqdır, məhv etmək. Undermine zəiflətmək və clean isə təmizləməkdir. İndi bizə qalır B, C və D-ni çıxmalıyıq. Yəni məna uyğun gəlmir sözlərlə. Yəni suyu nə edirik? Təmizləyirik. Clean səthi təmizləməkdir. Əllə nə isə təmiz. Məsələn,
sülfəni təmizləmək və yaxud da nə isə süpürərək təmizləmək. Amma purify isə məhz elə cümləyə uyğun, yəni suyu təmizləmək, distillər sulu ilə və yaxud da digər sularla suyun tərkibini təmizləmək. Olur, cavab A bəndi. 33-cü testimiz fill in the gaps. Deməli boşluqları doldurmalıyıq. Those of, that of ifadələrimiz var və xəbər, yəni feillərimiz var. Baxaq, today the number of who, yəni who winter sports, qış oyunlarından həzz alanların sayı. Burada diqqəti a number of deyil, the number of'dur. Və biz bilirik ki, xəbər tək olmalıdır. Deməli, sayı nədir? Is much greater. Demək, is var hamısında. Who enjoy olmalıdır. Enjoy ilə olmayacağı üçün biz bunları silək. A və D arasında qalaq. Much greater than 20 years ago. Deməli, who tərkibində çox insan getdiyi üçün than those of verilməlidir, that of verilməməlidir. Bizdə olacaq A variantı doğru. 34-cü sualımız. Burada baxırıq ki, mətnimiz var. Oxuyaq. Why does seawater taste salty? Yəni, mətnin başlığı, ilk cümləsi deyək ki, nə üçün dəniz suyu duzlu olur? It's a question that has been asked by countless people down the ages. Deməli, yəni sayısız hesabsız insanlar tərəfindən bu sual araşdırılıb, sual verilib. And the answer seems straightforward və cavab tam, belə deyək, birbaşa olur. Rain constantly erodes the surface of the earth, washing a mix of natural chemicals into rivers and sends into the sea. Demək, yəni burada yağışın necə yer səthinə hopması, ondan sonra yağışlar nəticəsində yenidən dənizə tökülməsindən bəhs olunur. The most water soluble and abundant of these just happen to taste salty. Yəni bunların hamısı hopur, yəni necə deyək, əriyir, həll ola bilən mayelər olur və çox olur və buna görə də duzlu olur. All very simple, or is it? Yəni hər şey sadədir, yoxsa yox, yoxsa belədir. After all, erosion has been taking place for millions of years. Yəni erozya baş vermişdir. Dumping away more of these salty compounds into the sea. Yəni bu duzlu birləşmələr dənizə tökülmüşdür. Yet the concentration is still far below the saturation level. Yəni onların belə deyək, buxarlanması, həll olması artıq həmin o hopmadan daha çox asılı olmuşdur və aşağı, yəni belə deyək də, yəni bu duzlar ərimir və yaxud da yoxa çıxmır deyə dəniz suyu daha çox duzlu olur. So the real mystery is not why the sea tastes salty. Yəni əsas sir dənizin nə üçün duzlu olması deyil, but why it isn't utterly packed with salt. Yəni nə üçün tamamilə duzla örtülməyibdir. Məsələ budur. And as lifeless as the Dead Sea, yəni necə ki ölü dəniz kimi, yəni bütün dənizlər nə üçün elə çox duzlu deyil. Here is another curious thing about our planet. Yəni maraqlı bir şey var bizim planet haqqında. Its atmosphere has existed for billions of years. Yəni milyon illərlə, milyardlar illərlə bu atmosfer mövcud olmuşdur. And yet it still contains a mix of highly reactive gases. Deməli, reaktiv qazlardan ibarətdir, oksigen və metan kimi. Why haven't they settled down into a boring, unreactive atmosphere like that of Mars or Venus? Yəni Marsdakı və Veneradakı kimi nə üçün onlar da reaktiv olmayan atmosferdən nə üçün belə yerləşməyib? Yəni bu qazlar nə üçün yoxdur? Məsələ budur və bizim mətnimiz də sualla başlayıb, sualla bitir. Bunu da nəzərə almalıyıq və maraq doğuran suallar var. İndi 34-cü
testdə suala baxaq görək nə istəyir. According to the passage, the most important and fascinating question about salt and sea is. Deməli, burada mətnə əsasən ən vacib və ən belə deyim, cəlb edici sual duz haqqında, sual və dəniz haqqında sual hansıdır? Siz gördünüz ki, əsas burada yazdıq ki, nə üçün dənizin sulu olması yox, nə üçün bütün dənizlərin, daha doğrusu duzlu olmasından söhbət getməlidir. Nə üçün elə deyil, belə bir sual ortaya çıxır. İndi baxaq variantlardan. Why do certain natural elements taste salty? Nə üçün məsələn müəyyən təbii elementlər duzludadır? Yox. Burada dənizin duzlu olmasından söhbət getmişdi. How much salt is there? Nə qədər duz var? Yox, bu da deyil. How does the salt get to the sea? Nə üçün, necə həmin duz dənizə gedir? When will the salt in the sea reach saturation level? Yəni nə vaxt dənizdəki duz həll olma səviyyəsinə çatır? Why isn't the sea more salty? Nə üçün dəniz daha da duzlu deyil? Baxın, məsələ E variantındadır. Yəni burada deyir ki, orada cümləmizə baxaq. Bir dəqiqə o cümləni tapacağım. Aha, baxın, so the real mystery is not why the sea tastes salty, but why it is not utterly packed with salt. Nə üçün bütünlüklə, yəni ölü dənizdəki kimi, yəni why is the sea more salty? Nə üçün daha da duzlu deyil məsələsidir. Ona görə biz cavabı E variantı düzgün götürürük. Gəldik 35-ci testimizə. One point made in the passage is that unanswered questions about the world and the universe. Deməli, bir hissə var ki, həmin bu mətnimizdə cavab verilməymiş suallar dünya haqqında və bəşəriyyət haqqında. Hansı suallar? Yəni bu suallar nəyə gətirib çıxardır? Will at some point in the future be answered in a satisfactory manner? Burada yəni həmin suala cavab veriləcək deyilir. Burada yox. Əslində gördünüz, mətn sualla da bitdi. Yəni cavab yoxdur mətndə. Götürmürük bunu. Sonra are now very few in number. Yox. Çünki orada var idi ki, çoxlu suallar var, müəyyən sirli məqamlar var, hələ də cavab tapılmamışdır. Are important and can be ignored, unimportant. Yəni vacib deyil, yəni buna biz laqeyd yanaşaq, yox. Help to highlight the mysteries of the world. Yəni buna kömək edir ki, dünya biz necə də belə sirli, belə necə deyək, gizəmli kimi götürək. Bu doğru da variantdır. Are only of interest to scientists? Yox, yalnız deyil ki, alimlərin marağındadır. Yox, bütün ilə insanların marağındadır. Baxın, burada bir məqam var idi. By countless people. Baxın, burada artıq deyir. Yəni, saysız, hesabsız insanlar. Ancaq, yəni, alimlər yox. Və belə götürürük biz 35-ci sualın cavabını düzgün olaraq D variantı olacaq. İndi 36-da one aim of the writer in this passage is to make people realize that. Bu mətndə yazıcının bir məqsədi odur ki, insanlar nəyə başa düşsünlər. It is dangerous to interfere with the balance of nature. Yəni, təbiətin balansı ilə ona mane olmaq təhlükəlidir. Yox, burada təhlükədən söhbət getmədi. Everything in the universe has an explanation. Hər şeyin bir deyək ki, izahı var. Yox, çünki o daxı dedik, sirlidir, hələ tapılmayıbdır. İzahsız olan məqamlar var. Many of the facts about various planets are exceedingly boring. Maraqsızdır, yox. Orada dedik ki, çox maraqlı olur. Mətni qayıdıb oxuduqca bu C variantı orada yoxdur. D variantında all the seas in the world will eventually be like, bütün deyir dənizlər ölü dəniz kimi olacaq. Yox, bu yox idi. What may seem simple and straightforward may actually not be so. Aha, baxın, nə ki sadə görünür, yəni
açıq-aşkar görünür. May actually not be so. Elə olmaya bilər. Yəni başqa sirli tərəfləri var. İndi bu cümləni biz tapaq mətnimizdən. Mətnə qayıdaq. Baxın, buradadır. Baxın, burada. Just happen to taste salt. All very simple. Hər şey sadədir. Or is it? Elədir. Yəni burada artıq bizə bir sual işarəsi gəlir. Bir maraq oyanır ki, eləmi? Hamısı mı sadə bir şeydir? Yox. Və başlayır müəyyən məqamlar, prosesləri danışmağa. Buna görə də bizdə 36-cı testimizdə doğru cavabımız olacaq E variantı. May actually not be so. Belə də olmaya bilər. Yenə mətn haqqında 37-ci testimizdir. The phrase just happened to. Bu ifadə supports the writer's view of the world as a place. Yəni yazıçının fikrini, yəni dünya haqqında fikrini bir yer, bir ərazi kimi dəstəkləyir. Nə mənaya gəlir? Where many phenomena remain inexplicable. Yəni hardakı bir çox fenomenlər, bir çox hadisələr hələ də nədir? İzahsız qalır. Just happen to. Yəni baş verir. Sonra where everything goes according to master plan. Burada yox idi. Yəni bir plan üzrə gedir hər şey. Əvvəlcədən planlaşdırıb belə bir şey yazılmamışdı. Where most occurrences have a logical explanation yoxdur. Yəni most əksəriyyətinin yox. Əksinə çoxsunun deyir ki, orada izahını tapa bilmirik. Of little interest to anyone who is interested in science. Yenə dedik alimlər yox. Bütün insanlar maraqlıydı. Of continuous and relentless change. Yəni davamlı, bir-birinə əlaqəsiz olmayan müəyyən bir dəyişikliklər. Bundan da bəhs olunmadı. Just happen to. Yəni where many phenomena, yəni yer kürəsini necə təsvir edirdi? Deyirdi ki, orada mysterious place, yəni sirli bir məkandır. Doğru cavab olacaq A bəndi. 38-ci testimiz cümləyə baxırıq. Cümlə tamamlamadır, amma burada bizim qrammatik qaydamız olan inversiya qaydası var. How serious the situation was. Baxın, xəbər də sonda gəlir. Və variantlarda da baxırıq ki, little ilə olan ifadələrimiz var. Və biz bilməliyik ki, belə olan halda biz feilimizi olduğu kimi saxlayırıq və zamana uyğun da köməkçi feilini qoyuruq. Little did somebody realize və little cümləyə inkarlıq gətirir. Somebody yox, anybody olmalıydı. A variantı səhvdir. Little realized dedik ilk formada olur feilimiz, zamanı dəyişmir. B-ni də çıxdıq. Little did köməkçi feilimiz və anyone doğru gəldi realized olduğu kimi. Cavabımız C variantıdır. D-yə baxaq. Somebody verilməməlidir və didn't da var həmçinin. Little ilə didn't da və anybody did verilməlidir və anybody ona inkarlıq gətirdi onsuz da. Ona görə Y variantı çıxaraq cavab olacaq C bəndi. Gəldik 39-cu testimizə. İdiomlar verilib və cümlələrə uyğun onları yazmalıyıq. Match the idioms to the sentences. Baxaq hansı idiomlar verilib. Birinci idiomları başa düşək. Hansı mənaya gələnlər bilək, sonra cümlələrə uyğun qoyaq. Wrap one's head başa düşməyə çalışmaq deməkdir. Keep everything under control. Hər şeyi belə də idarə altında, kontrol altında saxlamaq. Sonra jump to conclusion. Tez nəticəyə gəlmək, tələsmək. Under the weather xəstə deməkdir. Özünü xəstə hiss etmək, yorğun hiss etmək. Beat around the bush isə yəni söhbəti fırlatmaq. Bu mənada. İndi cümləmizə bax. I have been trying around this topic but it's really confusing. Bax, confusing artıq bizə bir ipucu verir. Yəni ki, nədir? Mən başa düşməyə çalışırdım. Amma yəni o çox çaşdırıcıdır. Bir də elə A variantı olacaq.
1-ə A götürəndə elə bizdə D variantı qalır, amma yenə də uzlaşdıraq, baxaq. Cavabımız D olur. 2-də Y. Let's not beat around the bush. Gəl, yəni söhbəti fırlatmayaq və əsas məsələ haqqında danışaq. Bəli. Deməli, bu A idi, bu da E oldu. 3-də despite the difficulties he managed to. Deməli, çətinliklərə baxmaq nəyi bacardı? Demək, keep everything under control. Hər şeyi, yəni öz idarəsi altında saxlaya bildi. 3 olacaq B. 4-də D. I couldn't make it to the meeting because. Yəni mən görüşə gələ bilmədim. Nə üçün? I was under the weather. Yəni özümü pis hiss edirdim. D və axırıncı da olacaq C. She always jumps to conclusion without knowing the həmişə yəni ki, belə deyək, tez qərar verir. Bütün yəni hekayəni bilmədən. O da olacaq C. Cavabımız oldu D bəndi. Və gəldik 40-cı testimizə. Choose the sentences with an adverb. Zərf olan cümlələri seçirik. My friends are mostly. Mostly ümumiyyətlə elə ancaq zərf olan zərf kimi işlənən sözdür. Bu test əsasən yazılıb homonim sifət və zərflər üzərində. Yəni həm sifət, həm də zərf kimi işlənə bilən sözlər. Sonra ikinci testimiz, ikinci cümləmiz. I thought her performance a little flat. Flat burada sifətdir. Deməli, little da onun təyin edicisi olacaq zərf. 3-də after the church turn sharp left. Sharp həm sifət, həm də zərf kimi işlənən sözlərdən. Elə little da onun kimi 2-də. Məsələn, sharp knife iti bıçaq deyirik, amma sharp left isə bu cümlədə, yəni düz sola dön mənasında feilə aiddir həmçinin və burada zərf olacaq. Bu cümləmizdir, bu cümləmizdir. 2, 3. Həmçində 1, onu da qeyd etdik. 4-də he has been cheating his customers for years. Deməli, illərlə müştərilərini aldadırmış. Getting clean away with it. Yəni bundan yaxasını qurtaraq. Clean burada get clean. Clean olacaq bizim zərfimiz. Həmçində baxın söz önü ilə də işlənibdir. 4-də də var. Bird watchers need to have sharp eyes. Baxın, burada artıq iti gözləri olmalıdır. İti qulaqlar. Yəni burada sharp bizə sifətdir, bu olmayacaq. 6-da it was 3 AM and we were wide awake. Yəni biz oyaq idik. Burada da wide yenə awake sifətini təyin edici, yəni zərf olacaq. 6-da var. On holidays theater will be free to be və sonra free gəl. Burada isə sifətdir. Yəni pulsuz olacaq. Burada da yoxdur 7-də. Deməli, cümlələrimizdən 1, 2, 3, 4 və 6-cı cümlədə bizdə zərf işlənibdir. Cavab C bəndi.